Esselamu Aleyküm ve Rahmetullah. Değerli izləyicilərimiz, şəhər həyatından bezənlər üçün, səsdən küydən bezənlər üçün qəşəng dağın kənarında və ən əsası çayın kənarında Gereklidə həyat evi satılır. İndən deyirəm, xahiş edirəm. Qiymət 33 min. Girişdən belə hasar, baxın belə. Qazı, suyu, işığı, interneti, hər bir şey mövcuddur. Qəşəng, yaşıllıq. Yəni yazda istirahət eləməyiniz üçün, qəşəng sağma qoymağınız üçün 14 sot torpaqla belə həyat evi satılır. Allahın iznilə. Qiymət 33 min. Baxın, belə göstərirəm. Doğrudan da çox qəşəngdir. Solda xırda təsərrüfat üçün belə bir tikili var. Həyatı görürsünüz. Yaşıllıqdır. Qabaqdan çay gedir. Bu evin öndən görüntüsüdür. Ev hal-hazırda yaşayışa uyğundur. Yəqin ki, bir balaca gəzdirmək olar. Bu da dağlarımızdır. Baxın. Dağlara baxın, nə qəşəngdir. Düz dağlarla əhatə olunmuş bir yerdə, Gereklidə belə həyat evi satılır. Mən göstərməyə çalışıram mümkün qədər. Çox qəşəngdir. Qabaqda gördüyünüz belə çaydır. Baxın, çay gedir. Çayın kənarındadır. İnşallah girib evin içərini göstərəcəm. Suya qətiyyən problem yoxdur. Həyətdə sanitar qovşağı da var. Gedək evin içərisində inşallah. Su bakına qədər var, su çəninə qədər var. Belə gördüyünüz kimi. Belə göstərim. Girək evin içərisinə. Bir daha demək istəyirəm. Balakən şəhərinin Gerekli kəndində dağın yanında, dağa yaxın, çaya yaxın həyat evidir. Kənd həyatı sevənlər üçün Allahın izindən. Ola bilər ki, bizə arifli ev tikmək istəyər, dağ çatıblı ev tikmək istəyər istirahəti üçün. Bura çox uyğun bir yerdir. Girişdə bir dənə zaldır, geniş. Belə göstərim. Girişdə bir dənə belə böyük zaldır. Bu başda dəhliz, indi işıqlar sönlüdür. Burada yataq otağıdır. İçərisində əşyaları mövcuddur. Belə göstərim. Keçdik digər otaqlara. Həmçinin burada bir dənə əlavə otağı da var. Yataq otağı. Belə göstərim. Allahın izni ilə. Yenə deyirəm ki, yüngülvari əl gəzdirərək yazda gəlib qəşəng belə kabab zat, mangal, samavar qoyub istirahət edə biləcəyiniz bir yerdir. Burada qaranlıqdır. Yəni otaqları çox genişdir. Burada bir dənə otaq var belə. Belə göstərim. İşıqlar yoxdur. Təəssüf ki, göstərə bilmirəm. Burada da mətbəx kimi istifadə olunur. Mətbəx mebeli qoyulub. Baxın, belə göstərim. Çox qəşəng. Yazda bura gəlirsən, qəşəngcənə. Manqalını, kömürünü gətirirsən, istirahətini edirsən. Burada sanuzeli və yəqin ki, sanitar qovşağı da var. Mən sizdən bir yerdə 2 dəfədir görürəm. Aynısı, qızdırıcısı, yəni pitminutkasıdır. Belə göstərim. Bura hamamdır, yəni sanitar sanuzeli. Bir daha demək istəyirəm, qiyməti 33 min manat. 33 minə təklif olunur. Qiymətə reallıq olsa inşallah aşağı yuxarı olacaq. Səhifədə nömrəmiz qeyd olunub, yaza və yazdan gələ bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullah.